Yeni qaydalara görə ərindən icazəsiz ata evinə gedən qadınlar həbs olunacaq. Bəli, düz eşitdiniz. Taliban rəhbərliyi Əfqanistanda qadınları kölələşdirən yeni qaydalar tətbiq edib. Ali lider Heybətullah Axundzadə tərəfindən təsdiqləndiyi bildirilən qaydalarda bunlar qeyd olunub. Kişilərə sümük sınığı və ya açıq yara olmadığı halda arvadlarını döyməyə icazə verilib. Ərinin icazəsi olmadan valideynlərinin evinə gedən qadınlar hətta zorakılıqdan qaçmaq məqsədi ilə olsa belə 3 aya qədər həbs cəzası alacaqlar. Rəqs edən və ya musiqi ifa edən şəxslər cinayətkar hesab olunur. Qızların təhsilinə qoyulan qadağanı tənqid etmək cinayət sayılır. Qadınlar üzlərini tam örtməli, yaxın qohumu olmayan şəxslərin yanında danışmamalıdırlar. Qadınların səsinin çöldən eşidilməsinin qarşısını almaq məqsədi ilə evdə ucadan danışması qadağandır. Qanunun 9-cu maddəsinə əsasən Əfqan cəmiyyəti 4 təbəqəyə bölünür. Din alimləri, elita, orta sinif və aşağı sinif. Cinayət törədən din xadimi və ya elita nümayəndəsi xəbərdarlıqla kifayətlənir. Orta təbəqə üçün həbs, aşağı təbəqə üçün isə həm fiziki cəza, həm də həbs nəzərdə tutulur. Hənəfi məzhəbinə mənsub olmayan şəxslər bidətçi və ya dindən çıxmış hesab edilir. Bəs siz bu qaydalar barədə nə düşünürsünüz? Rəylərdə gözləyirik.